Salam əziz izləyicilər. Bu yerli cücələrimizdir. Çərşənbəniz mübarək. Axır çərşənbəniz. Köçürtmüşük dama, havalar xoşlaşıb inşallah. Amma yenə soyuyur hava nəsə biraz. Amma da heç olmaz. Yenə balondadır işığımız. İsti yayılır. Gündüşkalar da buradadır. Səslərindən hiss olunur. Yavaş danışmağımın da səbəbi ürkürlər. Qaçırlar, kütləşirlər divara. Düşüncə sıxırlar bir-birini, əsirlər ona görə. Bacardığım qədər yüksək danışıram, bacardığım qədər də normal yavaş danışmalıyam ki, heyvanlar narahat olmasın. Bu cücələrin oynamağı var, hava ortada oynayır hərdən biri. Yaxşı oyun. Şifahının yaxşı olması xəbər verir. Cücələr maşallah açılışıblar. Günə qədər məcbur idim o yeşikdə saxlamağa. İndi broilerləri saxlayıram. Onları tez gətirər inşallah bura. Bacardığımız qədər. Bu sistem çox yaxşı sistemdir. Sistem demək olar, olmaz da bilmirəm. Yaxşı fikir. Həm lamçıya qənaət olur, həm də normal istilik verir heyvanlara. Ortaya qoymaq olmur da. Olur, yoxsa bizdə çox çatmır. Ortadan gərək nəsə sallayım, belə atım. Ortasından vuram. Orada yenə cücələr çıxır üstünə. Çıxır qaçır yerinə. Buranı o şeydir, toyuqların yeridir. Toyuqlar gəlmir nəsə bura inşallah. Onun pisi götürür ki, ara kəsməklə ilə bölüm. Ya bayramdan sonra, ya bu günlərdə toyuqların yerini səliqəyə salmalıyam. Qışdan soyuq günlərdən qapalı qalıblar orada. Burayı təmizlədim bir təhər. Yenə burada da zirzilir var. Hər şeyi çəkib göstərmirəm. Broilerlərin biri ölür. Nəsə sıxıntılı, problemli cücəydik. Xırda, 2 dənə xırdası var. Yerli fason düşüb, üzeri birisi nədir? Onları heç olmuyor inşallah yenə. Bir yaxşı böyük idi. Böyük deyəndə ki, ortalığa bir də orijinal demək olar. Broiler idi. Səhər gəldim, baxdım, ölür. O nəsə çəkilib dururdu elə qıraqda. Həmişə, hər il olur. Partiyalarda da, bunların da içində var idi 2 dənə elə cücə. Prosto o yeşiyə gətirməmiş elə aparatdan çıxartdığım günün sabahı biri öldü. Bir gündən, 2 gündən sonra da biri öldü. Belə zədəli, problemli cücələr həmişə olur. Onları böyüdüb hansısa bir neçə ay sonra heyvan səviyyəsinə, 3 ay, 4 aylıq səviyyəsinə də çıxartsa, onda yenə ölürlər axırda. O problemi çəkib qıraqda tək yanan cücələr var. Onun nəsə elə bir şey yumurtada ana sürüdən gələn problem olur onlarda. Bir var cücə bir gün, 2 gün təzə getdiyi yerdə, alındığı yerdə olaylar problemi. Bir də anadan gəldiyi gündə, yumurtadan çıxan gündən 3 ay, 2 ay elə olur. Bir də var idi. İşte toyuqların arasında indi o toyuğu göstərirəm. Toyuqları çəkəndə yadımda qalsa. Deli ediyordu. İndi də çox
şeyleyin. Şimdi kaynaya karşı. Neyse o ölmez. Hem şeyler yumurta vermirlər de yumurta verene yakına kadar yaşayırlar. Ondan sonra ölürler. Hətta çalatlarında olur olaram problem bilmirəm. Maşallah bu yem dəhşəti üçün karıştırmışam yemləri yenə bir-birinə qəşəng yeyirlər. Broiler yemi, qarğadalı unu, qarğadalı unu, sonra arpa çəkilmişi, qarğadalı unu deyəndə ki, onda çəkilmişi də toz halında balaca xırda kimi içində düyü kimi, düyünün sınıqları kimi yemlər var. Əl çəkimləri görürsünüz. Özlərinin vitaminləri yemləri var idi. Vitaminli yemləri var idi. Heç belə yaxındır onlarına. Bir şahıs yiyib gətirdir. Cücələrdə dəyişiklik var maşallah. Və böyüyüblər, boyuyublər. İnkişaf gedir o yem görən. 2-3 gündür yem görmüşəm, parıldayır cücələr maşallah. Parıldamaq qarğıdalı yem sayəsində 100% yox, milyon faiz görürəm. Amma bu bütün yemlər də yaxşıdır. Hamısını yeyirlər. Polu görünür. Profildir də, dəmir profil. Ortası görünür şeyin profil. Burada 49 soyuq düzəsidir. 7 inç qabalasıdır. 2 də inç qabalası oyanda 13 dənə içindədir. Pəncərələri açmışam havalansınlar. Havaları yaxşı oldu indi inşallah. Allah herkesin təsərrüfatına xeyir bərəkət versin videoların içində. İşığı gələ yandırardım. Bu yuxarıda da işıq var. Baxma indi işləmədim. Yorğunam. Bugün şəhərə də getmişdim. Allah herkesin təsərrüfatına xeyir bərəkət ruzu versin. Videoların içində kiminlə sual oldu buyurun. Bu ara heç vitamin də verməmişəm. Vitaminli su da verməmişəm. Belə balaca vaxtı ölməyəndə böyüyüb ölürlər. Ölməsin inşallah. Ölməz. Azaldığım qədər baxanda da. İndi saat